Bismillahirrahmanirrahim. Siz əziz, hörmətli dinləyicilərə, əziz xanımlara salam ərz edirəm. Allah'tan sizə sağlıq, salamatçılıq istəyirəm. Çox sevinirəm ki, yenə də bu yeni ildə öz məhfilinizə, öz məclisinizə bizi yol veribsiz. Keçmiş bayramları da mən sizə təbrik deyirəm. Biz xatirinizdə olmuş olsa, sizinlə Məsnəvinin 1-ci dəftərini, o şahi ki Nəsraniləri öldürürdü, onun şərhini sizinlə başlamışdıq. Amma hər şeydən öncə biz bir milli irfandan, Türk müsəlmanların milli irfanından da sizinlə danışırdıq. Deyirdik ki, Türk müsəlmanların milli irfanı o birisi irfanlarından fərqlidir. İrfan-ı Kabala ki, Yahudilərin, ya o irfanları ki, ekenkar Avropada olan ya Hindi irfanlar, bunlarla fərqli bir irfandır. Ona görə Türk müsəlmanların milli irfanının sibğələrindən sizinlə danışırdıq. Deyirdik ki, bu irfan nəfsin, insanın nəfsinin təaliləşməsinə, yüksəlməsinə fikirləşir. Amma o təsəvvüf ya şubiye farsi məcusinin təsəvvüfü, o nəfsin təhqir olmasına, rəzil olmasına fikirləşir. O təsəvvüf ki, ümumiyyətdə Hindistandan qaynaqlanır. Ora baxsaz, siz görürsünüz ki, onlar inəyin peşavının altında oturub duş tuturlar, onun fuzulatının girib içində qalırlar, əllərini bir cür tutub, neçə müddət əllərində saxlayıb, məsələn, buğda gövərdirlər. Bu cür nəfsi rəzil eləmək və təhqir eləmək Türk müsəlmanların milli irfanında belə şey yoxdur. Mevlana'nın düşüncəsində belə şey yoxdur. O irfanda bir dənə sufi ya mütəsəvvif əlinə kəşkul alıb dilənir, çünki özünə heç vaxt şuğlu tərifləməyibdi, istəməyibdi ki, bir işə qətlənsin, zəhmət çəksin. Vəli Türk müsəlmanların milli irfanında kəşkulun əvəzinə Arifin yanında həmişə bir qılıncı olub, o qılıncla həm məzlumu savunluyub, yəni difə eləyib ondan, həm zalimin əleyhinə qarşısına mübarizə eləyibdi. Toplumsal devrimlərdə ya o ictimai inqilablarda, üsyanlarda da bu Arifin həmişə girişi olubdur. Ahilər ya həmən əxilər, hurufiyələr ki, onu Nəsimi də onun bir başçılarındanıdır. Deyirdi, ey bülbülü qudsi, nə giriftarı qəfəssən, sındır bu qəfəsi, taza gülüstan tələb eylə. O hansı qəfəsdir ki, Nəsimi deyirdi, onu sındırmalısan. O zülm qəfəsi idi ki, onu sındırmalıydın. Ədaləti bağrıva çəkməliydin, ədaləti toplumda yaymalıydın. Bu, Türk müsəlmanların milli irfanında belə məni tapır. Ona görə şubiye farsi məcusinin irfanlarına baxanda bunlar xanıqahda bir para qələt işlər görərdilər. Qızlarla, oğlanlarla, cavanlarla oturub çeşitli bunlar fasid işlər görürdülər və bunlara deyəndə niyə siz bu işləri görürsünüz? Bunlar deyirdilər əl-məcazu qəntərətul həqiqə
Məcaz bir balaca körpüdür ki, bizi həqiqətə çatdırır. Biz eləyə bilərik, məharimlərlə izdivac eləyək. Hətta onların bir para kitablarında, əsərlərində var idi ki, ərəblər gəldilər, İslamı gətirməklə qoymadılar biz analarımızla, bacılarımızla izdivac eləyək. Çox rahat eləyə bilirdik biz bu işləri. Görək, İslam gəldi bizim əleyhimizi bağladı. Belə işlər türk müsəlmanların milli irfanında heç vaxt olunmur. Bunlar yasaqdırlar, bunlar qadağa olan bir şeylərdilər. Şahidbazı məsələsi ki, Şəmisa öz əsərlərində gətirir, bu təhcə farsların təsəvvuflarına aid olan bir şeydir. Bizim irfanımızda belə şeylər yoxdur. Biz sizinlə keçmiş hissədə belə bir irfanın sibğələrindən, yəni rəhlərindən sizinlə danışdıq. Bu növbətdə, bu hissədə Məsnəviyə girməmişdən öncə mən istəyirəm ki, türk müsəlmanların milli irfanının başlanğıcından, başlanmasından da sizinlə danışam. Bu irfan hardan başlanıbdır? Aya bu irfan İslam gələndən başlanıbdır, ya İslamdan qabaq tühlərin içində bir düşüncə vardı ki, gəlibdir. Məndən siz yanıt ya cavab istəsəz, mən sizə deyəcəm ki, tühlərin İslamdan qabaq ağır bir məktəbləri var idi. O məktəblərin bir dənəsinin adı şamanizm idi. Şaman düşüncəsi idi. Şamanlar kimlərdilər? Şamanlar nə işlər görürdülər? Minlər il İslamdan öncə türklərin arasında olan şamanlar bir sıra həkimlər idilər ki, bunlar eləyə bilirdilər təbiətin içində olan ruhları ələ gətirsinlər, o ruhlara müsəllət olsunlar, eləyə bilsinlər. O təsəllüt əsasında nuxoş ruhları dərman eləsinlər. Şamanlar o qəbilənin düşmənlərinin qabağında hikmətlə, irfanla yanaşıb o düşmənlərlə mübarizəyə keçirdilər. Əlbət bunlar bir para xəlsələri olurdu, bir para halətləri olurdu, özlərindən çıxırdılar. Amma bir yüksək, fərqli bir gücə malik olurdular. Şamanlar demək olar ki, hakimlərin yanında əyləşirdilər. Hakimlərə yol göstərirdilər. O cür ki, etimologlar ya dilçilər bizə deyiblər, xüsusən Ustad Mənzuri öz əsərlərində gətiribdir, şamanla şəms kəlməsi ərəbdə ilgisiz deyil. Yəni bunların ikisinin arasında bir ilgi vardır. Necə şəms günəşdir. Günəşdən biz istilik alırıq, doğarqanlıq alırıq, hərarət alırıq, təbiəti o qızdırır, bir müəyyən fasilədə təbiəti qızdırır. Mevlana deyirdi ki, aftabi kəzveyin aləm furuxt, əndəki gərbi şabət cümlə suxt. Bir günəşi ki, eləyə bilir bu təbiəti qızdırsın, əgər bir qızsaca buna yaxınlaşa, hamını kül elər. Əgər bir azca fasilə aça, hamı donar. Burada bir fasilə-i vardı. Cöbran Xəlil Cöbran da o əsərlərində bu kutsal fasilələrə işarə edir. Deyir, bir-birinizi sevin, məbədlərin sütunları kimin? Necə məbədlərin sütunları bir-birlərinə yaxınlaşmır? Yaxınlaşda bir məbəd yıxılar. O kutsal, müqəddəs fasilələri sevməkdə həmişə saxlayın. Günəş də bu kutsal fasiləni saxlayır. O əsasda deyir ki, şəmslə şamanın bir ilgisi var. Ona görədir Təbrizli şəms bir şaman kimi gəlir, Mevlananı odluyur. Bir günəş kimi gəlir, Mevlananın təbiətini odluyur və onun keçmiş hüviyyətini yandırır, ona bir yeni hüviyyət bağışlayır. Onun içindən yeni güllər,
yeni ağaçlar, yeni bitkilər başlayır gövərməyə, onun da kölgəsində çoxları əyləşir, ləzzət aparır və o neymətdən bəhrə aparır. O əsasda şamanizmə aid olan kitablar yazılıbdır. Bir dənəsi Şamanizm və Funun-i Xəlsə kitabıdır. Elya Mirçadədəndir. Tərcümə olubdur, qalın bir kitabdır. Bütün qəbilələrdə, ellərdə, boylarda şamanizmi gəlir burada açıqlayır. Xüsusən türklərin içində. Bir yanlış düşüncə var ki, şamanizm türklərin içində olmayıbdır. Belə bir şey yoxdur. Şamanizmin ən ağır daşıyanı türklərin boyları, qəbilələri olubdur. Xüsusən Orta Asiyada, Sibirinin altında, Təbbət məntəqəsində və oradan da bir sıraları gedibdir. Həmən qırmızı dərilər ya sorğpuslar olubdur Amerikada ki, onlar indi bir para onların surutları var, ayinləri var. Onlara baxanda sözləri vardır ki, həm türklərlə, həm Orta Asiyada olan şamanlarla bunların ilgiləri vardır. Bir sözlər daşıyırlar bunlar. Şamanizm və Funun-i Xəlsə. Şamanizm və Funun-i Xəlsə. İkinci kitab İlya Mirçadə. Xob. Ərz edeyim ki, mən sizin sualınıza cavab verim də, icazə versəz. İkinci kitab çox bəsit və sadə kitabdır. Mən gətirmişəm, çalışacağım ki, hər cələsədə öz o türk müsəlmanların milli irfanının qaynaqlarından sizinlə ortalığa qoyam. Qamşaman kitabıdır. Qamşaman və Nigahi be Əsatir Xəlqهای Türk adında kitabdır. Bu kitabı yazan Mirəli Seydovdur. Bunu çevirən Səməd Çaylı bu kitabı neyniyibdir? Çeviribdir. Bu kitabın ön sözündə, yəni müqəddəməsində, girişində mütərcim ya çevirən bir sıra nüktələrə işarət eləyir. Mən istəyirəm onu da sizinlə ortalığa qoyam. Burada deyir ki, bu kitabın içində, yəni bu kitabın içində bir sıra kələmələrlə siz üzbəüz olursunuz. Misal üçün, qamşaman elə kələməsi. Qamşaman. Qamşaman həmən o ruhanilərdirlər, həkimləridirlər ki, türklərin içində şaman düşüncəsini bunlar neynirlər? Daşıyırdılar. Ya Al xanım, Al, Əleybanı ki deyərdilər bizim öz içimizdə, Al xanım, burada siz görürsünüz, Umay, ya bir para daşlar, daşların adlarını gətirir. Burada deyir ki, Gilgəmiş bilirsiniz də, demək olar ki, dünyanın ən əski, qidmətli olan həması kitabıdır ki, ümumiyyətdə bu kitab Sumerlərə aid olan, türklərə aid olan bir kitabdır. Bu kitabın içində bir sıra sözlər vardır ki, o sözləri hələ-hələdir bizlər neynirik, işlədirik. Ana kələməsi. Ana Gilgəmişdə də var, bizim öz içimizdə işlənən. Ya Mişo kələməsi. Mişo həman o dağ ki vardı, Mərəndlə Təbrizin arasında Mişo dağları ki deyirlər. Bu deyir ki, bu kitabda siz bir sıra usturələrlə də tanış olursunuz. Mən deyəcəm ki, usturə nədir, hardan qaynaqlanır? Al xanımın, Al, yəni həman günəş, Al xanımın usturəsi ya dəlikli daş, bir dənə daşmış ki, böyük bir vəsətində bunun dəliyi varmış, bunun bir mərasimi varmış ki, bundan neyniyəymişlər, burada neyniyir ona işarə edir. Deyir ki, qədim zamanlarda bu Al xanım bir heykəlli bir xanımmış, bunlar ki, birdən zehnlərinə gəlib, görüblər, sinələri bunların çox yekə bir xanım olub.
bu gəlibdir o doğan xanımların uşaqlarını alırmış, boğarmış. Doğan xanımları bəran ki, bu uşaqlarını al xanım boğmasın və əlindən almasın, gətirərlər bunun yanına dəmir bir şeylər qoyarmışlar. Bıçaq qoyarmışlar, ya oraq qoyarmışlar, oraqca qoyarmışlar, ya yaxalarına bunların sancaq bağlayardılar, ya bir yanına bir keşik qoyardılar, deyərlər bizim o təzə doğulan uşaqdan sən nə edəcəksən? Muvazibətçi eləyəcəksən ki, birdən al xanım gələr, bu uşağı nə edir? Aparar, ya boğar. Bilirsiniz, vücudu belədir da, bunlar bizim osturələrimizdə vardılar. Onlardılar ki, bizim zehnimizdə olub, bizim alarvadı gəldi, bizim düşüncələrimizdə var, yaxşı bizim fikirlərimizdə vardı. Hala o ki var ya yox ilə bizim işimiz yoxdur. Osturə qalibində, yaxşı. Ya birdən, məsələn, dəlikli daş, bir daşmış ki, deyidilər ki, bir uşaq ki, noxoşlayardı, bu uşağı aparardılar dağda, o dəlikli daşın yanına, anası duraydı daşın o birisi tərəfində, bunun famillərindən duraydı bu birisi tərəfdə, uşağı 3 dəfə o dəlikli daşın içindən keçirdərdilər. Ondan sonra xanımların birisi orada dua oxuyardı, orada bir qurbanlıq verərdilər, bir miqdar oranın toprağından da götürərdilər, gətirərdilər evə, o noxoş uşağın bir zərrə dilinə o topraqdan da dadızdırardılar. Sonra bu mərasimi şirini verməklə, ehsan verməklə qurtarardılar. Belə eləyə bilirdilər bir miqdar noxoş uşaqları o dəlikli daşla neynəsinlər? Toxtasınlar. Ona görə siz baxırsınız, görürsünüz ki, burada mütərcim deyir ki, bu kitabda qam, al, umay, mayana, göyxan, daş, oba, ağac sözləri ilə siz üzbəüz olursunuz. Qam kələməsini deyir ki, siz elə Arazın qırağında, indi bir dənə məsələn kət vardı, Mərdanağam kənd. O qam, həmən qam, bu qamşamandan alınıbdır, ora qoyulubdur. Ya al kələməsini, al sözünü biz çoxlu yerlərdə işlədirik. Piral, həmən Pir Əlilü ki, faslar belə çevirməkdə bizim adlarımızı ustaddılar maşallah. Piral həmən ki, bunlar Pir Əlilü deyirlər, o piraldır. Aynalı, astamal, xoynalı, almaz, alan, ağalı, aleyvan ki, bunlar əleyvan deyirlər mərağədə. Nə mənədir? Aleyvan, həmən al kələməsi orada gəlir. Eynalı, al kələməsi oradaymış. Yəni, belə zehnə gəlmiş ki, bu uca dağda, qədim, bəlkə Təbrizlilərin zehnində bu varmış ki, al xanım orada yaşaymış, orada qalırmış o dağların dalında. Bəli, bir rişəsi, bir etimologlar eynalıya belə deyirlər ki, eyn alı orada al xanım neyniymiş, yaşayırmış. Hər halda alana kələməsi, alana, yəni alın anası, allı, yəni o yerdə ki, al xanım çoxmuş orada, çoxlu al xanımlar orada yaşaymışlar. Xub, siz görürsünüz ki, bizim kətlərimizin adlarında, bölgələrimizdə hətta bu adı qoyublar. Al kələməsini qoyublar daş etdi. Yəni, bizim o zehniyyətimizdə, bizim o osturələrimizdə bu ad yaşayırmış, biz istəyirmiş, bizim dədə-babalarımız istəyirmişlər ki, bu adı yaşatsınlar. Harada? Bir kəndə ad qoymaqla, bir bölgəyə ad qoymaqla, bir dağa ad qoymaqla bunu neymişlər? Yaşadırmışlar. Ya may kələməsi, anay kələməsi. İndi bir də mayan, may, an, ana kələməsidir. Xarvana, xar və ana kələməsi. Humay, umay, bunlar Vərziqanın kətlərindəndir. Bu,
Bəzi bizim kətlərimiz var idi ki, ad qoyardıq aşağı, yuxarı, orta. Yadınıza gəlir də, məsələn, bir kət. İndi o cür deyirlər. Alt mayan, yuxarı mayan, ağ mayan. Bu cür, düzü odur. Bu cür ad qoyulurdu. Ya bir sıra adlar cumana, darana, alana, irana. Bunların hamısında o ana kələməsi görürsünüz ki, işlənir. Yox, niyaz dərsiz kitabı təhiyyə eləyəsiz. Mən elə kitabdan seçirəm, bir para şeylərini sizə deyirəm. Burada da zəbt olur, siz qulaq asarsınız. Lazımdır, kitabı siz təhiyyə. Bəli, ruha qoyulur, bəli. Orta hasiyyətliysə, mən də adamını görmüşəm. Siz asar, miyanəndisiniz. Biləcəklər də. O bəsətdə bir işarə edin ki, zehnimiz açıq olsun. Baş. Alman kəndi də var, Alman. Bəli. Ya ağac kələməsi, bilirsiniz, ağac, A kələməsi ucalığa işarə edir. Y kələməsi aşağılığa işarə edir. Ağac odur ki, yerdən bitir, göyə gedir. Ağac, yağac, yağar, aşağıya yenir. Hər hərfin türküdə, hərfin özünə görə bir kəsinliklə bir mənası vardır, bir anlamı vardır. Ağacı da biz çox sevmişik. O surələrimizdə gətirmişik. Çoxlu yerlərə ağacın adını da vermişik. Yalqız ağac, gər ağac, tək ağac, ağacoğlu, ağac əri, ağac alı. Bunlar bizim kətlərimizin nədir? Adları olublar. Bu kitabda siz bir sıra sözlər görürsünüz. Daş, qəyə, qaya. Bunların üçü də elə demək olar bir anlamı, bir mənanı daşıyır. Baxırsınız, görürsünüz ki, daş çoxlu bizim kətlərimizdə, ya şəhərlərimizdə, bölgələrimizdə gənə neyniyir? Öz yeri vardır, bir yüksək səviyyə sahibindədir. Bəli, indi oxuram da bunlara, baxsaq görərsiniz. Daş başı, tihmədaş, daşıspıran, ağdaş, dəlikli daş, qızılqaya, çatqaya, qədəbaşı, sarıqəyə, axmaqəyə, qərəqəyə. Bunlar görürsünüz, hamısı nədir? O daş anlamını daşıyır ki, biz çalışmışıq ki, daşda bir kutsallıq, bir müqəddəslik var. Öz yaşadığımız yerə də onların adını vermişik. Qərə bilirsiniz, türküdə həm böyük mənasındadır, həm elə qərə siyah mənasını daşıyır. Qərə kilisəsi deyirlər. Məsələn, həm böyük kilisə olubdur, həm bir yerlərində məsələn qərə rəngində olubdur. Ona görə baxırsınız, görürsünüz ki, bu qərəlik də, ya qaralıq da iki tələffuzda, qərə, qara, yenə də bizim rəhlər istəyirəm deyəm. Bu rəhləri iki var. Qərədən, qaradan, ağdan, sarıdan, qırmızı və qızıl. İkisi də qırmızı rəngini daşıyır, bilirsiniz. Qızıl rəngi ya qırmızı rəngi, ikisi də elə qırmızı rəngini daşıyan bizim yenə də bir para kətlərimizdə öz adlarını neyniyir? Daşıyır. Qaradağ, Qərəbağ, Qərəçəmən, Qərəqəyə, Ağkən, Ağbulaq, Ağdaş, Sarıqəyə, Sarısu, Sarıbulaq, Qızılqəyə, Qızılüzən, Qızılgöl, Qırmızıbağ. Görürsünüz, Qırmızıbağ. Bunlar hamısı demək olar ki, bizim o kutsal olan sözlərdirlər, müqəddəs olan sözlərdirlər ki, bizim usturələrimizdə olub, biz onları çalışmışıq, yaşadaq, öz bölgələrimizə, öz məntəqələrimizə, öz kətlərimizə bunların adını qoymuşuq, bunları neynəmişik? Diri saxlamışıq. Bunlar gəldikcə bizim bu irfanda bunların özlərinin simgələri vardır. Qərə nədir, daş nədir, rəhlər nədir? Bilirsiniz, bunlar getdikcə ki, bu irfanla biz tanış olacağıq. Bunların özlərinə görə nədir? Öz anlamları vardır. Xoş, indi gəlirik biz bu ön sözdən keçib, gəlirik Məsnəviyə giririk. Məsnəvini hamı gətirib də, bilirsiniz də, ya alıbsınız beytləri,
Baxıbsınız. Yaxşı. Hardayıq? Neçənci beytidəydik, yadınızda olsa? Birinci dəftər Məsnəvidən 370-ci beytidə olmalıyıq. Düzdür? Xanım, 370-ci beyt. O tanınmış nağıl ki, bir şah var idi ki, Nəsraniləri, Məsihləri öldürürdü ha, onun nağılında. Hələ o nağılı qurtarmamışıq. Tapa bildiniz hamıyız? Onlar ki, kitab gətirməyiblər, quşlərini açsınlar. Məsnəvidə elə vursunlar birinci dəftər, dəftər əvvəl, beyt-i, əbiyyat-i 370. Vursalar gələcəkdir, orada baxa bilərsiniz, görə bilərsiniz. Xanımın oxay, bundan 2 səhifə gələn seyri zəhmət çəkəsən, elə öz kitabından. Print alasan, qəşəng bir teyidət əziz xanımlara paylayasınız. Burada həmişə xəzinələrini də özlərindən alasınız. Yaxşı, bəli, özlərində saxlarlar da bu cür məsələn gedələr quşiyə, baxalar, axtaralar, tapalar, biraz bunlar üçün çətin olar. Xoş, icazə versəz gedək də oxuyaq. Hazırsınız da? دل بدو دادند ترسایان تمام خود چه باشد قوت تقلید عام. O tersayan dedikdə, yəni məsihlər, nəsranilər. Del bedu dadənd tersayan tamam, yəni həman o adamı ki, şah onun ağız burnunu kəsmişdi, casus unvanında girmişdi məsihlərin içinə ki, məsihləri parçalasın. Yaxşı, aralarında nifaq və təfrəqə salsın. O məsihlər buna inandılar. Del bedu dadənd tərsayan tamam. Ürək bağladılar buna. Ürəklərini verdilər ona. Xud çə başəd quvvət-i təqlid am. Mevlana deyir, siz bilmişsiniz ki, ammə təqlid eləsələr, bu təqliddə nə güc vardır? Çox güc vardır bunda. Yaxşı, təqlid. Əzizlər, təqlid yəni qəbulu, qavl-il qeyr بدون دلیل. Yəni siz bir nəfərin sözünü dəlilsiz qəbul eləsəz, illətsiz qəbul eləsəz, bunun adına nə eləyərlər? Təqlid deyərlər. Hər zaman siz başladınız bir nəfərin qabağında limaza işlətdiniz. Yəni niyə, nə üçün, nə illətə görə təqlidin şişəsi burada sındır. Da siz müqəllid dərsiniz. Siz sual eləyənsiniz. Müqəllid adam sual soruşmur. Ona görə Mevlana Məsnəvidə təqlidi tənqid eləyir, nəqd eləyir. Deyir ki, təqlid gərək təhqiqə bağlansın. An müqəllid səd dəlil و səd bəyan bər zəban dارد nə dارد hiç can. O müqəllid adamın canı yoxdur əslən, ruhu yoxdur əslən. Çünki bu adam sual eləmir ki, hər şey sualdan qaynaqlanır. Bu adam necə sual eləməyə, hər şeyi dəlilsiz qəbul eləyə, boyun əyə ona. Pəs دل بدو دادند ترسایان تمام خود چه باشد قوت تقلید عام. Bağlı göz nəsranilər quyruq güdür, əvamın təqlidi xoddur tüssüdür. Xoddur tüssüdür. Yəni xoddanan bir tüssüdür. Əvamın təqlidi lazımdır bir nəfər ona kibrit vura, o tüssünü yandıra. Elə tüssü qalxan kimi qalxacaqdır. Əvamın təqlidi bir tüssüdür ki, xoddurdur, yəni xoddanan bir tüssüdür. در درون سینه مهرش کاشتند نایب عیسیش می پنداشتند. Bu da 372. beytidir.
o nəsranilər, məsihlər bütün ürəklərində, sinələrində bunun məhəbbətini tikdilər. Məhəbbətini saldılar ürəklərinə. Naib İsiş mipendاشتن. O adamı Həzrəti İsa'nın naibi sandılar ya təsəvvür elədilər. Xalq onu İsa'ya naib sandılar. Millət onu İsa'nın naibi bildilər. Sinədə mehrin açıb ovlandırdılar. Onun mehrini, məhəbbətini sinələrində şikarladılar, bəslədilər. او به سر دجال یک چشم لعین ای خدا فریاد رس نعم المعین. Bu Mevlana'nın sözüdür. Deyirsiniz, bilmirsiniz ki o casus ki gəlib bunların içinə bu kim idi? O nəsranilər bilmirdilər ki bu kim idi. Bu bir dəccalıdır. Dəccal-i یک چشم لعین. Dəccal bilirsiniz? Bəli. Dəccal bir dənə bir şeydir ki, Dəccal yəni nə, icazə verin bunu mən açıqlayayım. Dəccal dəcəldən, dəğəldən, sən bunlardan alınan bir sözdür. Yəni hoqqabaz, yəni fırıllaq, yəni yol kəsən, kələhbaz bir insan, Dəccal. Dəccal bir dənə dini qavramdır. Necə Məsihiyyət mütəqiddir ki, axirüzzəmanda İsa gəlməmişdən öncə Dəccal gələcəkdir, qan tökəcəkdir. Bu Dəccalın təkcə bir gözü vardır. Bir gözü var. O da alnındadır. Gözü vardır, qan tökəcəkdir. İsa gələcəkdir. Bu Dəccalın qabağında dayanacaqdır. Buna oxşar düşüncə bəlkə də Məsihiyyətdən ağlayıbdır Şiənin içinə. Şiə də belə fikirləşir ki, Həzrəti Məhdi gəlməmişdən qabaq İsfahanda bir dənə Yəhudi Dəccal eşşəyə tərsə minəcək, gözü də təpəsində bir göz, o gələcəkdir, bir para xariqüladə işlər görəcəkdir, millət də ona ağlayacaq, inanacaq, bir para fəsadlar görəcəkdir, neyniyəcəkdir? O Məhdidir ki, gələcəkdir, bunu aradan götürəcəkdir. Bu da bir düşüncədir Şiənin içində, o da Məsihiyyətin içində. Xərdəcəl dəqiqən. Xərdəcəl həman o xərdacal da, o eşşəyə minən dəccaldır ki, yetişibdir ona, minibdir ona. Hə. Afərin. Afərin. Yəni yalancı Məsih, yalancı qurtuluş verən bir insan, yalancı vədə verən bir insan. Amma bilirsiniz, çox cəlibdir, mən buradakı birdən mütaliələri genişləndirirdim. Bu Dəccal biz türklərin içində də bir dənə ağır bir usturəsi vardır. İslam gəlməmişdən öncə, din gəlməmişdən öncə bizim içimizdə olan Dəccal həman Təpəgözdür. Təpəgözün nağılını siz eşitsəz, Təpəgözünlə Basatın nağılı, bu iki nəfərin nağılını eşitsəz, bu da bizim usturələrimizdə gəlibdir. Dədə Qorqudun kitabında bir nağıllardan biri Təpəgözünlə Basatın nağıllarındandır. Təpəgöz kimdir? Bunların vaqiyyəti var, ya təşbih edir məsələn. Ərz eləyəm də siz vaqiyyət axtarmayacaqsınız bunlarda. Bunlar usturələrdirlər ki, insan təbiətlə ki üzbəüz olubdur, o üzbəüz olmağın əsasında bir para düşüncələr özünə yaraldıbdır. O düşüncələrin əsasında özünə bir əxlaqiyyat yaraldıbdır. Siz bunlardan soruşmayın ki, bunların gerçəkliyi ya vaqiyyəti var deyə yoxdur. Əsas bunlar o düşüncələri ki bizə yaraldıbdır, o düşüncələrlə biz yaşayırıq, onlar bizə əsasdır. İtirə bildim də nə mənədir? Təpəgöz
bir dənə çobandır. Bir çoban gəlir, bir dənə çöldə, bir dənə xanım cinlə izdivac edir. Ya demək olar ki, onunla zina eləyir, bir dənə cin xanımla. Bir dənə uşaq olur. O uşaq təhcə bir gözü var idi. Təhcə bir gözü var idi. Bilirsiniz, bu bir göz necə cin bizim düşüncələrimizdə, hətta Qur'anda da vardı ki, cin gözə görsənməz. Bunun bir gözü var. Bir gözü gözə görsənmir. Yəni o cin gözüdür ki, gözə görsənmir. Çün adamdan da olubdur bu uşaq, həman təpə göz, bir gözü vardır. Bir gözü var. Ərəbdə buna əvər deyirlər də, bir gözü demişik sizə. Bu təpə göz niyə olubdur? Niyə olubdur? İnsanın yanlışlarının, çaşmalarının, azmalarının ya ləğzişlərinin əsasında olan bir şeydir ki, təpəgözü yaraldır. Fərqlidir. Şeytandır, devdir, cindir. Bunlar bir adca fərqlidir. Yaxşı, aysa. Pəs sual budur ki, hər insanın təpəgözü ola bilər. Hər insanın zehnində bir təpəgözü ola bilər ki, insan onu özü yaralda bilir. Yəni Türkün düşüncəsində deyirəm ha. Nə, o yerlərdə ki bu çaşır, o yerlərdə ki əxlaqiyyatın üstünə ayaq basır, nəfsiyyat buna qalib gəlir, orada neyniyir? Təpəgözü bu yaraldır. Yaxşı, afərin. Yaxşı, bu təpəgöz ki demək olar ki yaranır. İndi bu təpəgöz gəlib o kətdə qarət edir axı. O nağılda var da, gəlir gündə nə qəd davar yeyir, nə qəd adamlardan tutur, belini qırır, əzir, dağıdır. Çünki gücü var, bir ayrı yerdən güc alıb, məmuli bir insan deyir. Bir miqdar mavəra o təbiədən güc alıb, bir miqdar da insandan güc alıbdır. Həm insani sifətləri daşıyır, həm cin sifətlərini daşıyır. Ona görə bir mavərayı gücə bu malikdir. Heç kəs də bunun qabağında dayanamır. O kətdilər ki, kətdədilər. Onların da özlərinə görə qıssaca ləğzişləri var. Eləyə bilənmirlər bu təpəgözə qalib gəlsinlər. Kim qalib gələcəkdir ora? O nağılda vardı ki, Basat buna qalib gəlir. Basat kimdir? Basat, yəni basmaqdan gəlir də, yəni qələbə eləmək bir şey. Basırsan bu cür, yəni fişar verirsən, nə mənadır? Bunun adıdır. Yəni qalib olan bir insan. Bu Basat bir dənə uşaqdır ki, həman elə o meşəlikdə anadan olur. Anasına heyvanlar həmlə gətirəndə uşağı ötürür, bu ana qaçır. O uşağa bir dənə aslan, bir dənə şir ya şer sahibi olur. Aparır bu uşağa, süt verir bu şer. Bunu böyüdür. İnsanların o təbiətindən çəkib eşiyə bir dənə təmiz bir təbiətdə, günahsız bir təbiətdə Basadı böyüdüb, yekəldib, bir dənə böyük bunu yəl pəhləvan eləyibdi. O meşəlikdə yaşayır. İndi eşidir ki, bu təpəgöz gəlir bu kətdilərə zor deyir. Bunların həqqlərini basır yeyir. Ona görə Basat gəlir, neyniyir? Deyir ki, mən buna qalib gələcəm. Anası şeir buna deyir ki, tənha yeri ki sən eləyə bilərsən, təpəgözə qalib gələsən, odur ki, sən oxunan onun tək gözündən vurmalısan. O yeri gərək vurmalısan, ayrı yeri, bu nədir? Be qovli faslar dedi, ruyintəndir. Yəni ayrı yerlərindən bu zərbə görənməz. Nə qılıç buna çarsalar, nə ox buna çarsalar. Bunu ki, bunun ixtiyarına qoyur, bu bilgini verir buna, anası aslan. Basat da gedir, öcür, neyniyir? Təpəgözü öldürür. Bu osturə ki, bizim varımızda, dədə-babalarımızdan bizə yetişibdir, çoxlu onun barəsində danışmaq olar. Yəni bu istir desin ki, təhcə o insani ki, özünü eləyə bilibdir, o çaşmalardan, azmalardan özünü eşiyə çəksin, bir adca təmiz saxlasın, öz içərisində olan təpəgözlərə, öz eşdə olan təpəgözlərə qalib gələ bilər. Yoxsa bir təpəgözə qalib gələ bilməz. Xub, o be sir
دجال یک چشم لعین çərdə o həman adam ki getmişdi çərdə Dəccal یک چشم لعین idi lənət olmuş bir gözlü bir dəccal idi ey xuda fəryad rəs ne'məl mu'in ne'məl mu'in ərəbi kəlmədir mu'in yəni köməklik eləyən ismi faildir da ifal babındandır əanə yu'inu i'anə mu'in mu'an mu'in ismi failidir mu'an onun ismi məfuludur mu'in yəni köməklik eləyən ne'məl mu'in Allahın sifətlərindən sən nə yaxçı mu'insən sən nə yaxçı köməklik eləyənsən Mevlana deyir ki Allah sən təhcə burada da yetişə bilərsən bu dəccalın öhdəsindən bunlar gələ bilənməzlər təpəgözdür gizlidə etmiş kəmin çatçınan imdada ey ne'məl mu'in ey ne'məl mu'in bu içəridə bir təpəgözdür burada Mevlana'nın yadına düşür ki bəli eləmək olar ki Allahla bir danışasan qəşəng bir münacat eləyəsən razı niyaz eləyəsən bir dualar eləyəsən ondan yaxşı 100,000 دام و دانه است ای خدا ما چو مرغان حریص بینوا ey Allah 100,000'ler ətrafımızda olan danədir tələdir biz hər ləhzə onların üzərindəyik hər ləhzə mümkündür biz təliyə düşək axı bizə dən səbiblər hər yerdə dən səbiblər biz onlara düşə bilərik yadınızdaydı bir dənə uşaqlıqda bir dənə istəyərdik məsələn sirkələri təliyə salaq bizlərə dən töşərdik bir teşdən qoyardıq bir dənə çöp qoyardıq altına bir ipinən çəkərdik Mevlana deyir ki hər ləhzə biz adamlara hələ bir dənlər səbiblər ma çomurğan həris binəva biz bir quşlarıq ki hers bizə qalib olubdur nəvasızıq binəvayıq ey görünməz öndə var öndə yəni müqabildə üzdə ey görünməz öndə var minlər tələ biz tamahlı quşlarıq imdad elə biz tamahlı quşlarıq imdad elə dəm ما بسته دام نویم هر یکی گر باز و سیمرغی şevim hər ləhzə hər an biz yeni bir tələlərə bağlanırıq bir tələdən qurtuluruq yeni bir tələlər bizim qabağımızda var dəmbədəm ma bəstə dam novim hər ləhzə yeni bir tələlərdə bağlanırıq hər birimiz baz olsaq şahin olsaq simorq olsaq fərq eləməz yəni bilirsiniz də quşların şahları şahindir quşların lap böyükləri ənqa simorqudur nə qədər də sən yekə bir quş olsan da Mevlana deyir ki sənin qabağında yekə dənlər yekə tələlər vardı ora düşəcəksən oradan gərək qurtulasan dəmbədəm ما بسته دام نویم هر یکی گر باز و سیمرغی şevim qartal olsaq da və ya zümrüt quşu qartal olsaq da və ya zümrüt quşu tələlər səslər bizi ovlar huşu ovlar yəni şikarlayar huşu yəni huşumuzu bu tələlər bu səslər ki oxunur səslər gəlir bizi neyniyər hər ləhzə bu tələlərə sala bilər mirəhani hər dəmi ما را و باز سوی دامی میروی ey biniyaz Mevlana'da da bunu Allah'la danışır da deyir ki sen her zaman bizi neynirsən bu tələlərdən hər ləhzə hər zaman bizi qurtarırsan amma biz yenə də yeni tələlərə sarı gedirik ey biniyaz ey ki sənin ehtiyacın və niyazın nədir? Yoxdur sən bizi torlar əlindən almadan ovlayan
torlar bizə vermir aman. O torlar, o tələlər bizə heç vaxt amanı vermir, biz ondan qurtulaq. Amma sən yenə də bizi onlardan neynirsən? Qurtarırsan. Xub, gəlirik 377-ci beytə. Bir 5-6 beyti də oxuyaq, klasımızı neyniyək? Qurtaraq da icazə versəz. Yorulmayıbsınız ki? Yaxşı. Ma darin enbar gandum میکنیم. Çox gözəl beytidir ha, bu 4-5 dənəni oxuyacağım. Çox qəşəng düşünəcəksiniz ki, burada Mevlana istəyir nə deyə. O gözəl beytlərdən ki, Məsnəvidədir, indi sizə oxuyuram. Ma darin enbar gandum میکنیم. گندم جمع آمده گم میکنیم. Biz bu ambarda hey buğda yığırıq. Amma yığdığımız buğdaları hey itiririk. Ambar nədir? Buğda nədir? Onları açıqlayacağım da indi nədir? Yaxşı. ما در این انبار گندم میکنیم. گندم جمع آمده گم میکنیم. Hey ambarımızda buğdaları yığırıq. Amma gəlirik ambarın qapısını açırıq, baxırıq, görürük buğda yoxdur. Yığırıq ambarlara dağ boyda dən, dağ boyda dəni ambara yığırıq. Kökünə su bağlanır axır nədən? Axır nədən? Niyə? Bunun kökünə suyu bağlırıq, buğdalar göverir, heç bir şey bizim əlimizi tutmur. Mi nəyəndişim axir ma behuş, kin xələl در گندم است از مکر موش. Axı biz düşünməyəcəyik, sonuçda, axırda, huş başınan biz niyə gərək düşünməyək ki, bu xələl, yəni cırıq olmaq, şekaf, parçalanmaq. Bu parçalanmaq ki, bir yerdən ambarı yırtıblar, buğdalar orada yoxdur. Bu sıçanın işidir. Ya buğdalarda iyrət vardı, ya ambarda iyrət vardı, ya bizdə vardı ki, düz ambar boşanmamışıq. Bu nədəndir? Xələl, yəni bu şekaf, bu parçalanmaq, bu yırtmaq, bu dağıtmaq ambarı hardandır? Hardandır? Bu sıçanın işidir. Məkr muşdur. Muş ta enbar ma حفره زده است. Mevlana deyir, bəli. Sıçan girib enbarın içinə. Sizin xəbəriniz yoxdur. Sıçan girib bu enbarın içinə. Muş ta enbar ma حفره زده است. وزفنش enbar ma ویران شده است. Bunun hilələrindən bizim enbarımız dağılıbdır. Dağılıbdır. Düşünmədik bizlər başa axır nədən? Düşünmədik bizlər başa axır nədən? Ambarı muşlar edib çoxdan vətən. Muşlar çoxdan buranı özlərinə vətən ediblər, gedib gəlirlər. Çox çıxıb ambarlara muşlar ləlik. Hiləsindəndir olub hər yan dəlik. Bunların hiləlisindən hər yanı dəlik deşik eləyiblər bu sıçanlar. Əvvəl ey can, Mevlana'nın tövsiyəsidir. Əvvəl ey can, dəf-i şərr muş kon, vangahan در جمع گندم جوش کن. Mənim canım, mənim ürəyim, sən istəyirsən buğda yığasan ambara, birinci get sıçanları oradan ötür eşiyə, dava dərman eləcinən, sonradan gəlcinən buğdaları bu ambara neynəcinən, yığcinən. Əvvəl ey can, kəs cudazın, muşların, cudazın yəni afətin, rişəsin, kökünü, qadasını, bunların kökünü şəsini. Sonda doldur dənlə buğda ambarın. Sonradan geçinən bu ambarın neynəcinən buğda ilə doldursunlar. Xub, indi sual budur ki, Mevlana istəyir nə desin? Mevlana'nın zehnində ambar nədir?
buğda nədir? Sıçan nəmə nədir? Ambar, Mevlana'nın bir dənə təslis var burada. Bir dənə müsəlləs var. Mevlana'nın zehnində bu müsəlləsdəki 3 dənə zili vardı. Ambar bizim ürəyimizdir. Ürək. Buğda yığırıq. Buğda nədir? Buğda bizim ibadətlərimizdir. İbadətlər eləyirik axı, taətlər eləyirik. İndi ya namaz qılırıq, oruç tuturuq, ya birinin əlindən tuturuq, köməkli eləyirik, ihsan eləyirik. Bunlar hamısı ibadət taətdirlər də, yazılır. Yaxşı. Bunlar da ibadətlərdir. Yığırıq burada, ürəyimizdə. Bunlar ambardır da, orada zəxirə eləyirik özümüzə. Sıçan nə mənədir? Sıçan Mevlana deyir, sənin nəfsindir. Nəfs, o şeytan ki içəridə gizlənibdir. O hey oradan neynir, uğurlanır. Sən ta zamanı ki o nəfsə qalib gəlməyibsən. Məsələn, ibadət eləyibsən. Xoşun gəlir ki, məsələn, mədrəsədə qılasan, müəllimi pərvərişi görsün, orada bir 2 də imtiyaz versin. Şeytandır. Heç də sən ələ gətirənmədin. Getdi orada. Körpü düzəldibsən, deyirsən ki, qoy məni də bu ünvanı bir dənə xəyyir, bir dənə ehsan eləyən, yad eləsinlər, tablo vursun, adıma vursun. Getdi, uçdu. Orada heç zət yoxdur. Onlar həman sıçanlardılar ki, Mevlana deyir ki, gəlib orada gizlənib sənin buğdaları neynir, götürür. Amma mənim özümün də bir dənə düşüncəm vardı bu müsəlləsdən. Bir dənə modern, bir dənə müasir bir dənə düşüncədir. O budur ki, bəli, Mevlana qəşəng təmsil vurubdur. Bu ambar eləyə bilər ürək olmasın, eləyə bilər bizim ağlımız olsun, eləyə bilər bizim zehnimiz olsun, eləyə bilər bizim ağıl ki, bir dənə mənbə-yəz, bir dənə fikirdir, fikir törəldir, fikir yönəldir, o ola bilər. Xoş, bu ağla biz buğdalar veririk da, yeməklər veririk. Gəl bir dadələr verək da, alaq eşikdən verək. Bunlar nə mənədirlər? Bunlar düşüncələrdirlər. Bunlar fikirlərdirlər. Bizlər əl tapmışıq o düşüncələrə, neynirik? Ağlımıza veririk, ondan davranışlarımızı, rəftarlarımızı tənzim edirik. Yaxşı? Sıçan nə mənədir? Sıçan bizim tərsə düşüncələrimizdir. O tərsə düşüncələr vardılar ki, tarixdə, elmidə, fəlsəfədə, hikmətdə, şubiyənin düşüncələri ki, tərsə düşüncədir, cəhli düşüncələr ki, gətiriblər, yayıblar, bizim zehnimizdə otudublar, onlar həman sıçanlardılar ki, bizim buğdalarımızı zehnimizdən, düşüncələrimizdən yox edirlər, aparırlar. Məsələn, bir tərsə düşüncələrdən, tarixdən biri budur ki, deyirlər ki, o zaman ki, ərəblər həmlədi Sasanilərə, Yəzdigerdin qızını tutdular, apardılar, İmam Hüseyin ondan izdivac elədi. Bir dənə şubiyənin yanlış bir dənə düşüncəsidir. Nə tarixdə belə bir şey olub, nə də var. Bu faslar eləyə bilsinlər ki, imaməti ya təşəyyü səltənətə yaxınlatsınlar, ondan bəhrə aparsınlar, həm bu tərəfdə xudanı istəsinlər, həm xurmanı istəsinlər, həm səltənəti saxlasınlar, həm o tərəfdən də Muhammedin azumulələri, Həzrəti Muhammedin amuzələrini, Həzrəti Əlinin düşüncələrini saxlaya bilsinlər ikisini, gəlib bir dənə belə bir tərsə düşüncəyə əl vurublar ki, həm bu tərəfdə Yəzgirdin qızı, həm o tərəfdə İmam Hüseyin, İmam-ı Səccad, bu birisi imamlar, hamısı onun uşaqlarıdırlar. İranla İslam ikisi evlənib, bunun imamlar da onların uşaqlarıdır, pəs gəlin, bunların hamısı da bir sahib durmalıyıq. Belə bir şey tarixdə heç vaxt olmayıbdır, belə bir şey ittifaqlar olmayıbdır, amma yazılıb. Bizlər inanmışıq onlara, həm mütəhərrin asarında var, həm külli böyük alimlər asarında var ki, bunlar hamısı cəliyyatdırlar ki, tarixdə şubiyə neyniyibdir, yaraldıbdır. Mən tarixdə bir dənə örnək sizə misal çəkdim burada. Görürsünüz, örnək üçün. Çoxlu örnəklər sizə neynəmək olar? Vurmaq olar. O ki, yazdı gedirsə, Haman İmam Hüseyin xanımı Tehranda cilib daşın içində tüklər qalıb eşikdə, o yalandır da. Bəli, onlar elə həman tərsə düşüncələrdirlər də. İcazə verin onun barəsində sonradan danışaq da. Yaxşı.
Xoş, qurtaraq da icazə versəz, hə? Yaxşı da. Buğdanın gövərməsi Yox, dedim ki, oradakı Ustad Əbbasi dedi ki, ambara buğdanı yığıbsan, suyu bağlayıbsan ona. Suyu bağlayıbsan ona, bu buğda yerdə deyil ki, gövərsin, sənə sümbül versin, sən ondan bəhrə aparasan. Orada vaxtı ki, ona rütubət dəyirdi, orada çiftləndi, o buğda sənin dərdivə dəyməz ki. Bəli, o insanda budur ki, insanın o düşüncəsini, tərsə düşüncələr gəlir, məhv eləyir, aradan götürür. Necə ambarda suyu bağlıysan buğdaya, ya ambara sıçanlar gelir, buğdaları apar, dəğirən. Tərsə düşüncə eyni o sıçanlar kimindir. Bizim zehnimizdə gəlib düz düşüncəni çaşdırır və azdırır. Sağ olasınız, gələn görüşə qədər.